Salam, hər birinizi xoş gördük. Excel-də irəlilədilmiş xüsusiyyətlərə dair videolar silsiləmi başladıram. Bugünkü videoda Excel-də istinadlar haqqında söhbət açacağıq. Fürsətdən istifadə edərək nəzərinizə çatdırıram ki, Excel World olaraq Financial Modeling World Cup-ın Azərbaycanda lokal chapteri ismində 2026-cı ildə 7 Excel yarışması təşkil edəcəyəm. Nəzərinizə çatdırım ki, 2025-ci ildə bu yarışmaların sayı 4 oldu və 2026-cı ildə yarışmaların nəticələrinə dayanaraq bəzi şərtlər də yerinə yetirildiyi təqdirdə 1 və ya 3 nəfərin Las Vegas'a dekabr 2026-cı ildə göndərilməsi öngörülməkdədir. Orada siz gözəl professional əlaqələr əldə edə biləcəksiniz. Microsoft MVP-lər və eləcə də Microsoft ekspertlər tərəfindən advanced səviyyədə, yəni irəli səviyyədə Excel təlimlərini alacaqsınız. Pul mükafatı qazana bilmək imkanınız olacaqdır. Mütəmadi olaraq bu yarışmalar haqqında məlumatları www.excelworld.org saytından əldə edə bilərsiniz. İndi isə gəlin istinadlar Excel faylına geri dönüş edək. Ekranda gördüyünüz kimi bizim 25 çalışanımız vardır. Bu çalışanımızın, yəni bu əməkdaşın avro bazında maaşlarını görə bilirsiniz. Və bu tərəfə fikir versək, görürük ki, maaşların 20% bonus olaraq hesablanıla bilinir və eləcə də maaşların 12.5% vergi olaraq hesablanıla bilinir. 1 dolların məzənnəsi 1.69, 1 avronun məzənnəsi isə 1.92 olaraq müəyyənlənmişdir. Bonuslarımızı avro bazda hesablamamız lazım gələcəkdir. Bunun üçün sadəcə həmin bu hissəyə kursoru yerləşdirdikdən sonra bərabər deyirik. Uyğun sətirdəki maaşı seçdikdən sonra onu deməli, baxın K2 xanasındakı 20% ilə hasilini tapırıq. Mən irəliləyən dəqiqələrdə digər sətirlər üçün də və ya xanalar üçün bu bonus məbləğini hesablaya biləcəyimdən uyğun görülür ki, həmin bu 20%-i hansı ki K2 xanasında yer alır, mən sabitləyim. Və bunun üçün F4 düyməsini istifadə edirəm. Sabitləmək nə deməkdir? Məsələn, K mənim sütunumdur, onun önünə bir dollar işarəsi qoyuram, 1 isə sətrimdir və onun da önünə dollar işarəsi qoyuram. Bu şəkildə 20%-i sabitləyirəm. Buna sabit istinadlar deyilir. Sonra buraya gəlib aşağıdan 2 dəfə tıklasam, digər əməkdaşlarımızın avro bazında aldıqları maaşlara uyğun 20%lik bonusları avro olaraq hesablaya bilirəm. İndi isə maaşlarımızın 12.5%-ni avro bazında vergi olaraq hesabladığımızı düşünəlim. Biraz əvvəlkindən fərqli olaraq daha sürətli bir şəkildə hesablama edə bilmək üçün gəlin hesablamamızı aparacağımız xanaları seçək. Klaviaturadan bərabər deyək. Sonra birinci sətirdəki maaşı seçib vurulsun. Həmin bu vergi hissədəki vergi xanasını seçib F4 ilə, yəni F4 düyməsi ilə sabitləyək və ondan sonra Ctrl Enter tuşlarını basaq. Və bir addımda biz vergilərimizi hesablaya bilərik. İndi isə artıq həm maaş, həm bonus, həm də vergilərimizi cəmi avro, yəni xanasına hesablaya bilərik. Bunun üçün gəlin bütün uyğun boş xanaları seçək, bərabər deyək, maaş plus bonus, əlbəttə ki, bütün bunların hamısı avro bazdadır və vergi. Sonra Ctrl Enter tuşlarını desək, lazımi hesablamaları apara bilirik. İndi isə gəlin bu cəmi avro bazında hesabladıqlarımızı manat bazına çevirək. Bunun üçün yenə bu xanaları seçirəm, bərabərdir deyirəm. Birinci sətirdəki cəmi avro məbləğini seçdikdən sonra vurulsun 1 avro 1.92 olduğuna görə və bunu da sabitləyirəm. Sonra Ctrl Enter tuşlarını basaraq manat bazında bütün cəmi məbləğləri tapa bilirəm. Eyni qayda ilə bu məbləğləri həm də dollar bazında tapa bilərik. Məsələn, bunun üçün nə edirik? Gəlin, deməli, bütün boş xanaları seçək, bərabərdir deyək, ən bəsit yol, məsələn, manat bazında hər hansı bir rəqəmi seçib və bunu deməli
1 dollar neçə manatsa, yəni o məzənliyə bölməmiz yetərlidir. Əlbəttə ki, bunu sabitləyəcəyik və Ctrl Enter tuşlarına basa bilərik. Eyni zamanda isə həm də avrodan buna cross məzənnə deyirlər. Yəni avrodan birbaşa dollara da keçid eləyə bilərik. Yəni bunun üçün nə edirik? Deməli 1 avronu yəni 1.92-yə vurub 1.69-a bölürük. Məsəl üçün gəlin bəsit bir hesablama aparaq. Bərabər deyək. Məsəl üçün bu məbləğ vurulsun avronun manata olan kursu, yəni məzənnəsi və bölünsün həmin bu dolların manata olan hissəsi. Və görürük ki, baxın yuxarıdakı, yəni bu rəqəmlə eyni rəqəmi almış oluruq. Gəlin bunu siləyək və artıq 1.1 faylımızda lazımi hesablamaları həyata keçirdik. Bir sonraki videoda isə biz artıq horizontal şəkildə yer alan məzənələrə uyğun olaraq bu məhsulların qiymətlərini hesablayacağıq. Bir sonraki videoda görüşmək ümidi ilə.